Salam əziz izləyicilər. Cambridge CAT Test 4 Reading Part 5 Questions from 25 to 30. Burada e-mail yazırız o Tiffany'yə və biz burada sözləri özümüz əlavə etməliyik. Deməli, hi Tiffany, I've just received the swimming costume you sent me for my birthday. Bunu özü onsuz da verib, yəni ad günüm üçün göndərdiyin deyir. Thank you very much. Thank you so much. Bu formada yaza bilərik. I'm going to wear. Geyinəcəm nəyi? Həmin kostyumu. Kostyumu nə ilə əvəz edirik? It əvəzliyinə, yəni onu geyinəcəm. This new swimming pool is really cool. It's bigger than. Çox işlənən ifadələrdəndir bu da. Sifətin müqayisə dərəcəsi. Comparative degree. Bigger than, nicer than. More interesting than bu formada işlənir. It is not very far from. Far from uzaq deməkdir bir yerdən. Far from bu da ifadədir. Və I like my new teammates a lot. Çox bəyənirəm deyir. A lot burada zərfdir. 30-da yeri gəlmişkən ifadəsi by the way. Yeri gəlmişkən ifadəsidir.